Ya gözün aydın. Evet. İkinci geldi. Evet. Maşallah. Sağ Maşallah. ol, sağ ol. Burada Bozum'da mı? Tabii, onlar hepsi Bodrumlu. Ya kardeşim çocuklar ya böyle Eşitdiniz də İlham Əliyevin 9-cu nəvəsi dünyaya gəlib. Balaca Heydərin ikinci övladı. İlham Əliyev, insafın olsun, barı bundan sonra kasıb millətin balalarına uşaq pulu ver. Keçən il xəbər vermişdim. Balaca Heydərin Dəmir adlı bir oğlu olub. Bəziləri deyirdi ki, Turalsan bu xəbəri hardan bilirsən? Ala, indi Ərdoğan ikincisi barədə məlumat verir. Özü də ər-arvad Türkiyədə, Bodrumda. İlham Əliyev özü də deyir ki, Bodrumludular. Bunların hansı biri Azərbaycanlıdır ki? Azərbaycan ancaq bunlar üçün pul yemə yeridir. Əliyevin təzə nəvəsinə sağlıq diləyirəm. Mənim uşaq-muşaqla işim yoxdur. Amma bu kasıb xalqın balalarını da bir düşünündə, ayda 100-150 manat uşaq pulu verməyə canınız çıxır. Bunları dediyim üçün də məndən acıq çıxırsınız. Şərliyib həbs etdiyiniz Qarabağ qazisi Əmim Elmir Sadıqova azadlıq tələb eləyirəm.